Dünya Hipertoniya ilə mübarizə günü qeyd olunur. Doğrudan da hipertoniya çox ciddi bir problemdir. Dünyada hər il hipertoniyaya görə yeni yanaşmalar, yeni tədqiqatlar, yeni nəticələr, yeni dərman preparatları, yeni müalicə taktikası, yeni diaqnostik taktikalar və algoritmlər təsdiqlənir. Çünki hipertoniya doğrudan da demək olar ki, hər 3 adamdan birində hipertoniya var. Ona görə də hipertoniyanı əsrin qeyri-infeksion epidemiyası adlandırırlar. Artıq epidemiya şəklindədir, qeyri-infeksion epidemiya. Çox ciddi ağırlaşmalar verir. Klimaks yaş dövrünə kimi, yəni menopauza dövrünə kimi kişilər hipertoniyada qadınları 2 dəfə qabaqlayır. Yəni kişilərdə 2 dəfə çox olur, nəinki qadınlarda. Menopauzaya girəndən sonra isə qadınlar kişiləri 2 dəfə qabaqlayır. Yəni hipertoniya həm kişilərdə, həm qadınlarda çox ciddi rəqəmlərdədir və ciddi ağırlaşmalar verir. Hipertoniyanın səbəblərindən, əsas səbəblərindən biri yaşam tərzidir. Yəni normal olmayan yaşam tərzi. Yaşam tərzinə fikir vermək lazımdır. Fiziki aktivliyin azalması. Yəni insanlar komfort, həyat şəraitinə uyğunlaşırlar, yaşayırlar, fiziki aktivlikdən məhrum olurlar və artıq çəki yığılmağa başlayır. Artıq çəki, az hərəkətlilik ciddi şəkildə olaraq hipertoniyanı artırır. Gənclər arasında da hipertoniya artır. Gənclərdə hipertoniyanın yaranmasının deməli artıq çəkilik gənclərdə təzyiq normal çəkilik gənclərə nisbətən 10-12 dəfə yüksəkdir. Təzyiqin yaranma riski. Gənc yaşlarından fikir vermək lazımdır. Uşaq yaşlarından fikir vermək lazımdır ki, artıq çəki olmasın, fiziki aktivlik, idmanla məşğul olsunlar. Hipertoniyanın müxtəlif dərəcələri var. Yəni 1-ci dərəcəli hipertoniya, 2-ci dərəcəli hipertoniya, 3-cü dərəcəli 180 mm civə üstünündən yuxarı olan hipertoniyalar yəni 3-cü dərəcə hipertoniya sayılır və bu hipertonik krizlərə yol açır. Burada çox ciddi ağırlaşmalar verə bilir. Biz son vaxtlar 3-cü dərəcə, yəni 180-dən yuxarı hipertoniyalara çox təsadüf edirik. Onun da əsas səbəblərindən biri də xəstələrin vaxtında həkimə müraciət etməməsi və dərmanları kifayət qədər dərman qəbuluna düzgün riayət etməmələri.